6-cı hissə. Kufəlilərin tədbiri. Hüseyin İbn Əli gəlir! Ey Kufə əhli! Hüseyin İbn Əli gəlir! Ey Peyğəmbərin oğlu qədəmin mübarək! Ey Peyğəmbərin oğlu qədəmin mübarək! Ey Kufə əhli! Peyğəmbər balası gəlir! Zəhra balası gəlir! Nə olub İbn-i Hüreys? Bu nə səs-küydür? Ey əmir! Ey əmir! Hüseyni qarşılamağa çıxan Kufəlilərin səs-küyüdür. Hüseyin Kufiyə gəlib. İndi saraya daxil olacaq. Sarayın qapılarını bağlayın. Heç bir halda Hüseynin saraya daxil olmasına yol vermək olmaz. Bir bax, gör necə hazırlaşıblar. Belə çıxır ki, Hüseyin İbn Əli İraq hakimiyyətinə elə də etinasız deyilmiş. Sarayın qapısını açın! Qapını niyə açmalıyam ki? Əgər Hüseyin sizin aranızda üzü örtülü dayanmışsa, o zaman mənim dediklərimi qulaqlarında sırğa eləsin. İraq hakimiyyəti belindəki süvarini daşlara çırpıb, sümüklərini sındıran, tərs və inadkar miniyə bənzər. Ağzınızı niyə açıb baxırsınız? Boynuz çıxarmışam, yoxsa quyruq? Allah eləməsin. Sizin ağlınıza mat qalmışıq. Hüseynin paltarında Kufəyə daxil olmuşsunuz. Başqa cür ola bilərdi ki, mən Hüseynin paltarından başqa hər hansı bir paltar giysəydim, böyük tikən qulağım boyda olardı. Bu necə rəhbərlidir Numan? Küfə hamılıqla Hüseynin nisarındadır. Sanki müsəlmanların xəlifəsi Yəzid İbn Muaviyyə deyil. Kufəllərdən görüb eşitdiklərinizin hamısı uşaq oyununa bənzər. Bir dəfə qışqırmaqla hamısı qaçacaq. Qəribədir. Bəs özün niyə onların üstünə qışqırmadın? Mən qışqırmağı bacarsaydım, Kufə hakimliyini təhvil verməzdim. Müslüm İbn Əqilin ətrafında olan qiyamçılar necə? Onlar da uşaq oyunu oynayanlara bənzəyir. Şiiyələrin Kufədə sayı olduqca azdır. Onların sayı az olduqda isə təhlükəsiz olurlar. Belə rəhbərlik eləmək, görəsən hansı dəli filosofun təşəbbüsü ilə olmuşdu? Mən bu qayda ilə rəhbərlik eləməyi mərhum xəlifədən öyrənmişəm. Muaviyyə artıq ölüb. Ölüb? Bəli.
Belə görürəm ki, onun rəhbərlik üslubu da onunla birlikdə dəfn edilib. Sən Müslümün düşüncələrindən xəbərdar idin. Xəlifənin fərmanı olmasına baxmayaraq ona imkan yarattınsa, deməli onun cinayətində şərik hesab olunursan. Düz buyurursuz. Elə bu siyasətimin nəticəsidir ki, bu taxtac əlimdən çıxdı. Xəlifə cavan olduğundan bizim kimi yaşlı siyasətçilərin fikrini bəyənmir. Siz cavanlar xəlifəyə daha yaxşı kömək eləyə bilərsiniz. Bəli. Çox gözəl cənab qoca siyasətçi. Bəs Müslüm hardadır? Eşitdiyimə görə ətraf qəbilələrdən beyyət almaq üçün Küfəni tərk eləyib. Eşidib. Sən Küfə hakimi olduğun üçün görməliydin. Elə buna görə də Küfə hakimliyini sizə təhvil verirəm. Mən eşidirəm, amma siz görə bilirsiniz. Doğrudan? Zarafat eləmirsən? Əsla. Bu mənim ürək sözümdür. Hüseynin paltarını giyərək Küfəyə daxil olmağın sənin bacarıqlı və tədbirli olmağından xəbər verir. Küfə həmişə çox bilmişlərə tabi olub. Şükür Allaha ki, sizin siyasətinizə yalnız həsəd aparmaq olar. Artıq xoş sözlərdən, yaltaqlıqdan bezmişəm. Sənin xəlifəyə sadiq olmağına şübhə eləmirəm. Baş verən bu hadisələr isə işinin öhdəsindən gəlməməyin nəticəsidir. Küfəyə tam nəzarət edə bilmək üçün ətraflı və dəqiq məlumatlar istəyirəm. Sizinlə məsləhətləşməyim üçün mənə sarayda qalmağınız lazımdır. Çıxa bilərsiniz. Sizə məsləhət vermək mənim imkanımdan xaricdir. Məncə sizin mənim məsləhətimə ehtiyacınız yoxdur. Yəni bu rüsvaçılığı aradan qaldırmaqda mənə kömək eləmək istəmirsən? İstəmirəm deyil, bacara bilmərəm. Niyə bacara bilməzsən? Mənim kimi işin öhdəsindən gələ bilməyənlə məsləhətləşmək yalnız vaxtı itirməkdir. Əhəmiyyətsiz, gərəksiz məsləhətçi olmaqdansa sabiq hakim olmaq daha yaxşıdır. Mən sənə sadəcə yaxşılıq eləmək istədim. Sənin cinayətin işin öhdəsindən gəlməmək deyil. Sən qiyam rəhbərləri ilə əlbir olmaqda da ittiham edilirsən. Müslüm sənin kürəkənin evinə gəlib. Sənsə Muxtar Səqəfi ilə qohum olduğundan Müslümün ətrafına toplaşan üsyançıların, beyət sındıranların əməllərinə göz yumdun. Yalan deyirəm? Yox. Onlar da istədiklərini elədilər. Peyğəmbərin əmisə bu Ləhəbin əlləri qurusun. Bəli, bu Quran ayəsi elə sizin bayaqdan dediklərinizə açıq-aşkar dəlildir ki, bax elə qan qohumluğu, eyni tayfadan olmaq və ya ailə vəzifənin icrasına mane olmamalıdır. Mən Müslümin Muxtarın evində qonaq qaldığını eşidən kimi dərhal onu yanıma çağıraraq tənbih elədim, höccətimi tamam etdim. Minbərə çıxaraq cəmaatın önündə Muxtar və qızımdan şikayət elədim. Əgər məni xəlifəyə qarşı xəyanətdə ittiham etmək fikrim varsa, onda tutarlı dəlillər tapmalısan ki, həm xəlifə o dəlillərə inansın, həm də özün gülünc vəziyyətə düşməyəsən. Hara belə Nüman? Bizim söhbətimiz hələ bitməyib. Siz əgər məni ittiham və mühakimə eləmək istəyirsinizsə, eyb etməz. Şüreyh qazinin rəhbərliyi altında məhkəmə çağırın. Düşünürəm ki, Allahın köməkliyi ilə sizin iddiamlara cavab verə bilərəm. Şüreyh qaziyə və məhkəməyə ehtiyac yoxdur. Mən öz fitvam əsasında xainləri cəzalandırıram. Binu Reis, Bəli, cənab. dünənki hakim və bugünkü müttəhəmin ağlı başına gəlməyincə zindanda qonağımız olacaq. Kürəkəni Muxtarı ələ keçirmək üçün onu yanımızda girov saxlamalıyıq. Yuxarının əmrinə tabe olmaq əskərin borcudur. Bu dərsi mənə siz özünüz öyrətmisiniz. Bağışlayasınız, cənab Nüman. Əmirin hökmünə görə siz mənim dustağımsınız. Hökm sizin hökmünüzdür. Bu hiylə ilə Muxtarı tələyə salmaq xamxəyaldan başqa bir şey deyil. Muxtarın yanında mənim qara qəpik qədər də hörmətim yoxdur.
Məni bu taxtdan yerə salandı elə Muxtarın özüdür. Gözləyirsiniz ki, mənə görə ürəyi yumşalıb, özünü sizə təslim edəcək. Heyha! Hə! Qızını belə bir duz çörək qədri bilməyənə necə verə bildin? Şübhəsiz ki, insanın başına gələnlər onun etdiyi günahların nəticəsidir. Etdiyi səhvlərini düzəltməyə imkanı olmayan mən yaşda birisi üçün getdiyi yolun yanlış olduğuna şahid olmaq çox əzab vericidir. Muxtar ilə evlənməsinə icazə verəndə güman eləyirdim ki, bu evlilik həmişəlik olaraq Muxtarın təhlükəsini sovuşdura bilmiş və ən qatı əleyhidarlarımdan birini öz tərəfimə çəkə bilmişəm. Təhlükə sovuşması bir yana qalsın, hətta doğma qızım da onunla birləşərək atasına qarşı çıxdı. Səhv addım atmadığımı nəzərə alaraq deyə bilərəm ki, bugünkü vəziyyətim mənim iş yaratmazlığımın nəticəsi deyil. Başıma gələnlərin hamısı yanlış, yersiz inanmaqlarımın nəticəsidir. İndi isə əllərimi qandallaya bilərsən, İbn Hüreys. Yox, İbn Hüreys, yox. Fikrimi dəyişdim. Muxtarı ələ keçirmək üçün daha qiymətli girov axtaracam. Gedə bilərsən Numan. Amma uzaq yerə getmə. Sən Küfəni və Küfəliləri bizdən yaxşı tanıyırsan. Bəzi çətinliklərin açarı ola bilərsən. Nüman, Cənab Əmrin əhv etməsinə layiq bir şəxs idi. O çox mərhəmətli insandı. Küfə gözətçilərinin rəhbərisən sən? İdim. İndi isə əmirin əskərlərindən biriyəm. Bu vəzifəni sənə Nüman vermişdi? Bəli, əmir. Bəs niyə onu tutmağı göstəriş verəndə sənin əl-ayağın titrəmədi axı? Sadiqlik və mərdlik bizim əmrimizə əməl eləməməyi tələb eləyirdi. Bizim aləmimizdə rütbəcə böyüyə itaət borcumuzdur. Nüman, Küfə hakimi olduqda mənim böyüyüm o hesab olunurdu. Dediklərinə özün inanırsan, bizimlə səmimi ol. Vəzifəmin əldən çıxacağından qorxdum desəydin, daha doğru olardı. Yaxşı. Əlbəttə ki, mən vəzifəmi də itirmək istəmirəm. Əhsən. Cavabın hardasa bizi qane eləyir. Nə qədər ki bizim yanımızdasan və bizimləsən, güzəştliyi bağışlamağı və mərhəmətli olmağı unut. Bu boş sözlərlə bizi aldatmaq mümkün deyil. Hakimiyyətin ən böyük bəlası mərhəmətli olmaqdır. Nümanın aqibətini gördün? Nüman asılmadı, çünki çox bəxtli bir insandı. Güzəşt və bağışlamaqla hakimiyyət oturmaq olmaz axı. Tədbirli bir hakim hisslərini bağışlamaq üçün deyil, sövdələşmək üçün istifadə eləyər. Məsələn, elə sizin kimi çətin sınaq qarşısında öz hisslərini ayaq altına qoyub imtihandan üzü ağ çıxar. Vəziyyətdən yaxşı çıxdın. Təbrik eləyirəm. Səni öz vəzifəndə saxlayıram, İbn Hüreys. Müxalif və tərəfdar olmalarından asılı olmayaraq, bu gecə bütün Küfə böyüklərini və ağsaqqalları qonaqlığa dəvət edə. Baş üstə, cənab əmir. Ömər Sədi yaddan çıxarma. Qaynata olmadısa, bacın əri olar. Səni bacın ərinin əli ilə boğacam, Muxtar.
Münəccimlərdən eşitmişəm ki, deyirlər kiçik nəfs, böyük nəfsin yerini tutur. Bu hadisələr elə Peyğəmbərin həmin öncədən görməsidir. Bidət meydana çıxıb, təhlükəli bidət. Mən Hüseyin İbn Əlinin fitnəsindən baş aça bilmirəm. Özü də şairlərin zinəti, ədiblərin gözü və Mustafa dininin ən layiqli davamçısı olan bir xəlifənin dövründə. Əgər siz nədənsə baş aça bilirsinizsə, deyin, qoy mən biçarə də cahil ölməyim. Hüseyin Peyğəmbərin nəvəsidir, yaxşı. Biz ki, onu hörmətsizlik eləmirik. Görəsən, Peyğəmbərin qohumu və yaxını olmaq, sizcə beyəti pozmağa haqq qazandırırmı? Əbu Ləhəb də Peyğəmbərin əmisi idi. Nuhun oğlu da Peyğəmbər balası idi, amma hər ikisi Allahın kitabında pislənmişdi. Hüseynin İraq ərəbinə hakim olması, atası Əlinin hakimiyyətini davam etdirmək deməkdir. Mən sizin qocalara üzümü tuturam. Əli hakimiyyətinin qoyduğu miras Peyğəmbərin vahid ümmətini parçalamaqdan başqa bir şeylə nəticələndi. Hələ də Küfə Əli hakimiyyəti dövründə aldığı yaraları sarmaqla məşğuldur. Hələ də Əlinin qardaş qırığına səbəb olan döyüşləri yaddan çıxmayıb. Küfənin bu beyət sındıranları ürəyi qanla dolu olan qəmgin xəlifəyə qarşı neynədilər? Cavan xəlifənin atasının matəmindən çıxmasına qədər səbr eləmədilər. Beyətə belə hörmət eləyərlər. Mərhum xəlifə Muaviyyə İbn Əbu Süfyanın etdiyi xidmətlərin əvəzini belə verərlər. Ey ağamız Peyğəmbər övladı, xoş gəlmisən. Lənət olsun bu qədər naşükürlüyə. Lənət olsun beyətə qarşı belə vəfasızlığa, nifrət olsun belə xəyanət və anlamazlığa. Xətakarların tövbə etməsi üçün vaxt çox azdır. And olsun Allaha, Küfəlilərin əhdə vəfasızlığı xəlifə Əmir-əl-Möminin Yəzid İbn Muaviyyəni elə qəzəbləndirmişdi ki, mancanaq və yanar odlarla Küfəni yerlə yeksan eləməyi əmr eləmişdi. Mən tez özümü ona yetirdim. Xəlifəyə yazdım ki, əmir, Küfə sənin üçün Roma deyil. Küfə sənin üçün kafir və Allahsızların şəhəri deyil. Küfə Allah qoşun şəhəridir. Atəşpərəstləri məğlub eləyənlər şəhəridir. Kəsralara qalib olanların şəhəridir. Buna baxmayaraq, xəlifə ehtiyat tədbiri görərək Ərəb İraqına qarşı bir ordu göndərmişdi. Ordu bu günlərdə gəlib çıxacaq. Mən, İbn Ziyad, Xorasan Fatihi, Əmir-əl-Möminin Yezid İbn Muaviyyəyə Küfədə beyət sındıranların fitnəsini məhv edəcəyimə söz vermişəm. Bəsrədə olduğu kimi burada da məhv eləyəcəm. Əgər nəsihətli olsa, xoş alınsa. Olmazsa, sözüm şallaq və qılıncı olacaq. O kəsləri dar ağacı və zindan gözləyir. Tayfasından asılı olmayaraq, beyət sındıranın canı, qanı, malı və namusu bizə halaldır. Tayfa başçılarına tapşırıram ki, tayfalarında beyət sındıran hər bir kəsin adını bir-bir yazıb bizə təqdim eləsinlər. Əgər hər hansı beyət sındıran əlimizə keçərsə və tayfa başçısı əvvəlcədən beyət sındıran haqqında xəbər verməzsə, onda tayfa başçısı cinayətkardır. And olsun Allaha, cinayətkarı elə evin qarşısında dar ağacından astıracağım. Hey Küfənin lal dinməz baxan insanları! Yenə göydən başınıza hansı bəla gəlib ki, ağzınızı heyranlıqla açıb ona baxır və sanki diliniz damağınıza yapışıb. Yenə Quran demişkən, lal, kar və kör oldunuz.
İbn Ziyadın Allah evinin minbərindən meydan sulaması və kimsənin ona etiraz etməməsi rəvadırmı? Allah evinin minbəri məyər belə şəxslər üçündür? Olmaya mancanaqlar, evlərinizin yanması və Şamın nəhəng ordusundan qorxub din və imanınızı satdınız, yoxsa ağzınıza möhür vurub qulaqlarınıza güc verdiniz? Əvvələn, Şamın nəhəng ordusu hiylə və yalandır. Nə olar? Əgər Yezid İraqa tərəf Şam ordusunu göndəribsə, qoy göndərsin. İraqlı nə vaxt Şam ordusundan qorxub ki? İraqlı dəfələrlə döyüş meydanında Şamlıya qarşı qəhrəmancasına vuruşmuş və çox vaxt qələbə qazanmışdır. Mərcanənin oğlu Hüseyin İbn Əli ilə Qur'anın pislədiyi və qəzəbləndiyi Nuhun oğlu və lənətə gəlmiş Əbu Ləhəb arasında müqayisə apardı. Amma vay olsun ona ki, Peyğəmbərin hədisləri və tutduğu yol haqqında danışmadı. Ey din alimləri, ey Qur'an biliciləri, ey Peyğəmbərin yanında olaraq onun sözlərini eşidib, davranışlarının şahid olan səhabələr. Məyər Peyğəmbər buyurmuyub ki, mənim əhl-i beytim gəmiyə bənzər. Əgər ona daxil olsanız xilas olar və əgər arxa çevirsəniz həlak olarsınız. Bu danışan etirazçını tanıyırsan İbn Hüreys? Bəli, əmir. Bazarda xurma satandı. Adı Misəm Təmmardı. Əlinin ən vəfalı tərəfdarıdır. Yoxsa Yezid İbn Muaviyə? Bəs Əlinin nüfuzlu tərəfdarları hansı qəbristanlıqdadırlar ki, ayaq yalın bu xurma satan özünü ortaya atıb? Mən Hani İbn Urfə və ya Süleyman İbn Surət Xüzayinin meydana çıxacağını gözləyirdim. Cındırından cin ürkən bu xurma satanı yox. Onun əl-qolunu bağlayıb saraya gətirin. Baş istəmir. Niyə sadə cəmaata əsil beyət sındıranların kim olduğunu izah etmirsiniz? Deyin görək əsil beyət sındıran kimdir? Yezidə beyət edənlər, yoxsa ondan beyət bağlamayanlar? Bəli, mən Mərcanə oğlunun bu sözü ilə razıyam ki, fitnə baş qaldırıb. Şəraba and içən qumarbaza beyət etmək fitnədir. Sus! Danışmalar ol! Fitnə gündəlik namazının eş-işlətdən ibarət olduğu əyyaşa Səsini kəs! beyət etməkdir. Fitnə ilk iki xəlifənin hökmünə etinasız yanaşan qatilə beyətdir. donquldadın! Fitnə meymunbazlıqla məşğul olanın xəlifə olmasıdır. Səsini! Bütün Əli ardıcılları bunun kimi olur? Heç olmasa üst başını çırpıb sonra saraya daxil eləyəydiniz. Neçə vaxtdır bədəninə su dəymir, cənab xurma satan? Siz qüsul eləmirsiniz? Birincisi, torpağın özü də pak edicidir və su olmadıqda istifadəsi mümkündür. İkincisi, bu dünyada balaca bitin qanımı sorması, qəbr evində ilan və əqrəbin kök bədənimi parça-parça etməsindən daha yaxşıdır. Üçüncüsü, nə mənim üstüm toz torpaqdır və nə də bədənimdə bit var. Sadəcə bu, düşmənlərini təhqir və töhmət edərək incitmək istəyən haramzadələrin xasiyyətidir. Atasından bir xəbər. Səbirli olun əmirim. Bu kişinin bir ayağı ordadır. Yaşadığını yaşayıb, dövranını sürüb, onunla mübahisə eləmək sizə narahatçılıqdan başqa bir şey gətirməz. Onun kimisi ilə mübahisə sizə yaraşmaz. Onu rüsvaki şəkildə öldürəcəm. Gedin bu qocanın dilini kökündən qoparın. Sonra uca xurma ağacından asın ki, cəmaat buna baxıb ibrət alsın. La hövlə və la qüvvətə illa billah. And olsun Allaha, mənə nə edəcəyini bilirdim.
necə öldürüləcəyim haqqında illər öncə Ağam Əlidən eşitmişdim. Əli, sən Əlidən nə eşitmişdin axmaq? Necə öldürüləcəyimi demişdi. Əli buyurdu, Misəm, sən pozğun bir qadının oğlu tərəfindən öldürüləcəksən, sənin dilini kəstirəcək və ruzisini yediyin xurma ağacından astıracaq. Əli yalancıdır. Yalancı! İndi onun yalanı üzə çıxar axmaq. Səni elə öldürtürəcəm ki, Əlinin dediyi yalan çıxsın. İbn Reis, Bəli, cənab. onu qaranlıq zindana atın ki, həşəratlar bədənini çeynəyərək öldürsünlər. Sən özün Əlinin doğru danışan olduğunu bilirsən. Elə isə özünü boş yerə yorma. And olsun bir olan Allaha, indiyə qədər Əlidən həqiqətdən başqa bir şey eşitmədim. İbn Reis, gəlsin onun səsini rədd eləyim buradan, tez. Keşikçiler! İzin istəyirəm, əmir. Hara gedirsən İbn Səd? Əmirin izni ilə gedib, siyasətdən uzaqlaşmaq və özümə münasib bir peşə seçmək istəyirəm. Məsələn, hansı peşəni? Məsələn, əkin biçin və ya ticarətlə. Çobanlıq da pis deyil. Peyğəmbərlərin çoxu peyğəmbər olmazdan öncə çobanlıq eləyiblər. Çobanlıqla məşğul ol ki, bəlkə sənə də peyğəmbərlik verdilər. Mən dünyaya daha peyğəmbər gəlməyəcək fikrinə şübhə ilə yanaşıram. Bu cəmaatın hidayət olunması üçün hələ də rəhbər və yol göstərənə ehtiyacları vardı. Peşəni niyə dəyişmək qərarına gəlmisən? Əgər üst başından cin hürkən bir xurma satan, böyük qüdrət sahib olan əmiri narahat eləyə bilib, onu taxtına tərəf sıxışdıra bilirsə, deməli bu taxt möhkəm taxt deyil. Sizə qarşı belə eləyiblərsə, onda vay bizim halımıza. Ömər Səd, bu taxt möhkəm tufanlar qarşısında belə titrəməz. Əgər üstündə oturan qurd ürəyi yemiş, kərgedan dərsi giymiş tülküdürsə. Bəs siz niyə narahat oldunuz? Çünki məşq eləyirəm. Gəl. Gedin, mənim üçün dua eləyin. Dua eləyin, dua eləyin. Ölüm arzusunda olan bu şəxs, insanların yanında özümü oyunbazlığa vurmağım üçün yaxşı bəhanə idi. Buna öyrəşməliyik ki, lazım olduqda karımıza gəlsin. Bəzən bir damla gözyaşı ilə insanların ürəyini əl ala bilərsən. Sədin oğlu, bura rey hakimliyi üçün gəlmişsən? Rey hakimliyi? Bəli, rey hakimliyi. Mən xidmət eləməyə gəlmişəm. İstər rey hakimliyi olsun, istərsə də əmirin yanında nökərçilik. İran adlanan yeri Əbu Übeyd fəth eləsə də, amma zəfər Səd ibni Əbu Vəqqasın adına yazıldı.
Səid sərkərdə olandan sonra isə mən qılıncını öpüb qınına qoydum. Nəhayət, Cəməl döyüşündə Əlinin rəhbərliyi altında döyüşə yollandım. Cəməl döyüşündə mən Malik Əştər Nəxəyi ilə birlikdə Əbu Ubeydin İranda elədiklərini elədik. Bugün Peyğəmbərin gətirdiyi dinin yenə də sənin kimi pəhlivanların qılıncına ehtiyacı var. Yezid şərab içərkən Peyğəmbərin əbasını giyərək, Peyğəmbərin səhabələrinə və əhl-i beytə qarşı pislik eləyir. Yezid Həmzənin sinəsini parçalayaraq ciyərini dişlərinə çəkməklə məşhurlaşan həmən o qadının evladıdır. İnsanın bütün əməlləri qanla onun evladına da keçir. Ciyər yiyən Hindədən Yezid kimi evlad dünyaya gələcək də, Allah evladı gəlməyəcək ki. Biz köçərlər namus, qeyrət və mərdlik məsələlərinə önəm veririk. Muxtar, əgər sən döyüşmək fikrindəsənsə, mənə və qəbiləmə güvənə bilərsən. Allah razı olsun Əbu Zakir. Mən özüm üçün beyyət almıram. Hüseyin İbn Əli üçün beyyət almağa gəlmişəm. Biz Hüseynin nökərləri olmuşuq, olacaq da. Hüseynin İraqlılara qarşı xoş yüz göstərəcəyini güman eləməzdim. Xüsusilə də atası və qardaşlarına qarşı elədikləri namərdlikdən sonra. Muxtar yanında olanda qələbə də Hüseynlə olacaq. Uzad əlini, Muxtar! Bir Mühəmmədin Allahı şahiddir ki, bu beyyət yalnız Əbu Zakirin ölümü ilə pozula bilər. Rey hakimi olmaq üçün vəziyyət sən deyən qədər yaxşı deyil. Reyin yolları da Küfədə olduğu kimi nahamardı. Cavan xəlifənin müxalifləri Reydə də at oynadırlar. Ona görə də sən vaxt itirmədən 10.000 ərəb döyüşçüsü ilə Reyə yola düşməlisən. Xəlifə mənim fikrimi soruşub. Mən səni məsləhət bildim. Məbadə məni xəlifənin yanında üzü qara eləyəsən. Rey hakim olmaq mənim köhnə arzumdur. Bu fürsət əldən verməyəcəyimə əmin ola bilərsiniz. Elə isə vaxt itirmə. Ordunun xərci mənim, ordunu toplamaq isə sənin boynuna. Müxalif və tərəfdar olmalarından asılı olmayaraq, bütün Küfə qəbilələri ilə söhbət edin. Əli qılınc tuta bilənləri cihada çağırın. Məvacib və bəxşişlərdə xəstlik eləmə. Nə haqda düşünürsən? Muxtar Səqəfi haqqında. Onun qəbilələr arasında nüfuzunun böyük olduğunu özünüz də bilirsiniz. Bizim bütün işlərimizi alt-üst eləməsindən qorxuram. Muxtar sənin qaynındır? Kaşki olmayaydı. Ondan baş-başa gəlmək istəmirəm. Elə isə aradan götür. Yəni Muxtarı öldürüm? Rey hakimliyinə dəyməz. Muxtarı öldürmək çətin məsələdir. Yoxsa sən öz arvadından qorxursan? Canımdan qorxuram. Muxtarın müridləri çoxdur. Şübhəsiz ki, qatilindən qisas alacaqlar. Onun ölümünü mənim boynuma ata bilərsən. Muxtarın ölümünü bu qədər arzuluyursunuz? Muxtar yaşadıkça Küfənin qiyamı yatmayacaq. Əlbəttə onu öldürməyə məcbur deyilsən. Muxtar dura-dura bu qədər qoşun yığacağına əminsənsə, bu meydan, bu şeytan. Baxaq görək, nə eləyəcəksən? Bilirdim ki, Yezid hakimiyyət başına gələndən sonra vəziyyət çox çətinləşəcək. Ümeyyə övladları uzun illərdir ki, hakimiyyətdədirlər. O, hər bir şeyi yaxşı bilirdi. Muaviyə hər şeyi çeynəyib Yezdin ağzına qoyub. Yezdə isə sadəcə odumaq qalıb. Boğazını sıxarıq Əbülhədi. Həmin tikəni geri qaytarmağa məcbur eləyərik. Hansı qüvvə ilə? Hansı güclə? Hicazdan tutmuş Xorasana qədər hamı Yezdə tabidir. İplərinin üstünə odun yığmaq mümkün olmayan küfəlilərlə dünyanın yarısına hökmranlıq eləyən bir şəxsə qarşı çıxmaq istəyirsən? Deməli, mən bura gəlməkdə səhv eləmişəm.
Mənim tanıdığım Əbülhədid dağlar kimi möhkəm idi və heç nədən çəkinməzdi. Neyniyə bilərəm ay rəhmətliyin oğlu? Yumruğumla zindanı döyəcliyim? Döyəclə! Mən sənin əleynin zamanında olduğu kimi qeyrət və şücaətlə döyüşə atılacağına ümid eləyirdim. Heç vaxt yadımdan çıxmaz ki, Siffeyn döyüşündə necə özünü Şam qoşununa vuraraq düşmən leşlərini yerə sərirdi. Həmin qəhrəmanlığın sonu nə oldu? Əmr ibn As nizələrə Quran taxdı. Küfənin uzun qulaqları isə əlini kafir adlandıraraq boğazına qılınc diriyib onu təslim olmağa səslədilər. Əgər mən və qəbiləmlə iş düzələcəksə, al, bu da mənim beyyət əlim. Küfəlilər vəfasızdılar, Muxtar. Peyğəmbər övladını boş yerə İraq yollarına salmayın. Mən Hüseynin Kufiyə dəvət edilməsinin tərəfdarı deyildim. Amma dostlarım mənimlə razılaşmadılar. Artıq Hüseyn Kufiyə yola düşüb. Qeyrətin Peyğəmbər övladına kömək eləməməyə icazə verirsə, o zaman eləmə. Mən gəldiyim kimi də qaydaram. Sənə cavab vermək üçün gözlərinə baxa bilmirəm. Əgər Küfəlilərin vəfasına zərrə qədər inamım olsaydı, Siffeyndə olduğu kimi əynimə kəfən geyinib döyüşə yollanardım. Çox təəssüf, canavarın tövbəsi ölümdür. Mən ağlımın hökmü ilə deyil, ürəyimin hökmü ilə Hüseynə beyyət elədim. Razıyam, canavarın tövbəsi ölümdür. Küfəli cilosuz ata bənzər, vəfasızdır, əhdini danandır. Amma sənə nə olub axı? Hüseynin haqq olduğunu qəbul edirsən, yoxsa yox? Mən Hüseynin haqqı olmasını inkar eləmədim, Muxtar. Çox gözəl. Əgər qiyamətdə Hüseynə niyə kömək eləmədin deyə soruşsalar, mənə verdiyin cavabı verəcəksən? Nə səni Küfəlinin qəbrinə qoyarlar, nə də onların əməlinə görə cəzalandırarlar. İndi özün bilərsən. Dayan, Muxtar. Beyyət almadan gedirsən. Təşəkkür edirəm, Muxtar. Təşəkkür. Vaxtında da adıma çatdım. Sürü və otlaqlara başım yaman qarışmışdı. Hoş gördük yan. Nə xəbər gətirmisən? İndiyə kimi təxmin elədiyimiz ehtimalların hamısı yanlış çıxdı. İbn Mərcanə sakit gəldi. Özü də qoşun və cahu cəlalsız. Elə paltar geymişdi ki, hamı Hüseynin gəldiyini düşündü. Minbərə çıxaraq meydan suladı. Bütün üsyançıları cəzalandıracağı ilə təhdid elədi. İlk işi Misəm Təmmarın tutulması oldu. Misəm döyülərkən bütün Küfəlilər bu mənzərəni sakitcə izləyirdi. İbn Ziyad Küfəlilərin avamlığından istifadə eləyəcək. Kufiyə qoşunsuz gəlməsinin səbəbi Küfəni Küfəlilərin əli ilə almaqdır. Bizim sadəlöh dostlarımıza çatdır ki, Küfəlilərin xoş və şirin dillərini aldanmasınlar. Misəm Təmmarın tutulması o deməkdir ki, Küfəlilər zərrə qədər dəyişməmiş və həmin vəfasız insanlardır. Bəs sən neynədin, Muxtar? Lazım olan işi görə bildim. Bu qəbilə cəmaatının bir tükünü dəstə-dəstə Küfəliyə dəyişmərəm. Ömər Sədə Reyə hücum eləmək üçün qoşun toplamaq əmr verilib. Reyə yoxsa Kufiyə? Güya Reyə. Amma əslində sən deyəndi. İbn Mərcanə Ömər Sədi Rey hakimi olacağı ilə aldadaraq tələyə salıb.
Axırda Rey hakimliyinin xəyalı bu axmağı dəli eləyəcək. Müslümin izinə düşməyiblər ki. Hələ ki yox. Amma çox keçməz. İbn Mərcanə yerini bərkidən kimi Müslimlə də haqq hesab çəkəcək. İbn Ziyadın Müslümin Küfədə olmamasına inanmağını təsəvvür eləmirəm. Necə yəni? Necəsini bilmirəm. Hər halda ehtiyatlı olmaq lazımdır. Kiyan, dostlarımıza söylə ki, Müslimi göz bəbəyi kimi qorusunlar. İbn Ziyad hiləgərliyin tanrısıdır. Onun Hüseynin paltarından geyib Küfəyə daxil olması heç Çinlərin ağlına gəlməzdi. Ola bilsin ki, onun casusları içərimizə soxularaq Müslümin yerini öyrənməyə çalışacaqlar. De ki, Müslümin yerini tez-tez dəyişsinlər. Müslüm əsla uzun müddət bir yerdə qalmasın. Muxtara de ki, İraqın bitərəf qəbilələrini də unutmasın. Onlarla elə söhbət eləsin ki, doğrudan da bitərəf qalıb düşmən tərəfinə keçməsinlər. Ömər İbn Səədə çoxlu qızıl verməklə həmin qəbilələrdən ordu təşkil eləmək tapşırılıb. Qəbilələr dini məsələlərə ehtinatsız yanaşsa da, amma öz adətlərinə arxa çevirməzlər. Onların öz azadlıqlarını pula satmalarına imkan vermək olmaz. Muxtarın daha bir tövsiyəsi var idi. Eşidirik. Muxtar yaman narahat idi. Nə mus-mus eləyirsən cavan? De görüm Muxtarın sifarişi nədir? O nədən narahatdır? Muxtar müxaliflərin Şiə adı altında bizim dəstəmizə qoşulacağından narahatdır və deyir Müslümin yeri haqqında öz aramızda belə danışmayaq. Muxtar tapşırdı çatdırım ki, Müslüm tez-tez yerini dəyişsin və bir yerdə çox qalmasın. Məncə Muxtar ifrat dərəcədə ehtiyatlıdır. Ona qalsa biz hətta göz bəbəyimizə belə etibar eləməməliyik. Yəni biz o qədər acizik ki, düşməni dostdan ayıra bilməyib onu öz içərimizə bıraxaq. Əsəbləşmə Süleyman. Muxtar həmişə tədbirli insan olub. Dediklərində də həqiqət var. İbn Ziyad Küfəyə hiləgərliklə daxil olubsa, deməli əlaltılarını aramıza soxub sirrimizdən xəbərdar ola bilər. Hanican, əgər Müslüm sənin evindən çıxıb başqa yerə getsə, bizim onunla görüşməyimiz çətin olacaq. Sənin xəstə olmağın bizim bura gəlməyimiz üçün yaxşı bəhanədir. Heç kim bundan şübhələnməz. Qardaşlar, Muxtar demək istəyir ki, ağıl ehtiyatlı olmağı tələb eləyir. İndi ki biz gizlincə yaşamağa məhkum edilmişik, o zaman yaxın və uzaq insanlarla görüşməkdən imtina eləməliyik. Tam güvənmədiyiniz və zərrəcə şübhələndiyiniz insanlara bizim sirlərimiz haqqında danışmayın. İbn Hüreys, Bəli, əmir. Hani həqiqətən xəstədir, yoxsa bizim yanımıza gəlməmək üçün özünü xəstəliyə vurub? Həqiqətən xəstədir, əmir. Mən özüm də ona dəyməyə getmişdim. Qızdırmadan o tutub yanırdı. Maraqlıdır. Eybi yox. Biz onun görüşünə gedərik. Düşməninizi görməyə gedəcəksiniz? Xəstəyə baş çəkmək Peyğəmbərdən qalıb. Xəstə düşmənə baş çəkməyinsə 2 qat savabı var. Eşitdin İbn Əqil? Bu haramzadənin sifarişini eşitdin? İbn Mərcanə bu gecə mənə baş çəkməyə gələcək. And olsun Allaha ki, onun mənə baş çəkməsi şeytanın mənə baş çəkməsidir. O mənə baş çəkməklə özünü avam insanların yanında mərhəmətli göstərmək istəyir. Qulaq as Müslüm, bugün onu məhv eləməyin və Küfəni Hüseyin üçün hazırlamağın əlverişli vaxtıdır. Nə deyirsən? Nə etməyimi istəyirsən?
Əlbəttə, öz evimdə bu şeytanı qətlə yetirməklə qonaq qatil adını qazanmaq istəməzdim. Amma qoy mənim atsanım qurban olsun Hüseynin bir telinə. İbn Mərcanəni öldürməyə hazırsan? Axı necə? Əlbəttə ki, qılıncla bu otaqda gizlənərsən. Elə ki, eşitdin, mən su istəyirəm. Tez içəri girib bir qılınc zərbəsi ilə işini bitirərsən. Tərəddüd eləmə, Müslim. Heyf ki, bu xəstəlik məni tamam əldən salıb, yoxsa öz əllərimlə onun canını alardım. Bu hilələr anasının sağ qalması, Siffeyn döyüşündə əlinin başına gələnlərin təkrarlanması deməkdir. Yəni ədalətli hakimiyyətin bərpa edilməməsi deməkdir. And olsun Allahımıza, İbn Mərcanənin Kufəyə gəlməyinə səbəb, axırda Kufəni Hüseynin qətilgahına çevirməkdir. Ağrıdan dayana bilmirdi. Sizdən qabaq dözməyərək yatağa uzandı. Dişləri ilə titriyirdi ki, sınıb yerə töküləcəyindən qorxduq. Hani can? Təzə yatıbsa oyatma. Özü demişdi ki, hakim gələn kimi məni oyadarsınız. Hani can? Hani can? Hani can, hakim gəlib. Oyan. Canın bir bəla ya şeyx. Dua eləyəcəm ki, tezliklə şəfa. Ey əl, sən Allah titrəmə. Ey ürək, sakit ol, sakit ol. Su! Ciğerim yandı. Vurdun? Yüzün qara olsun. Yüzün qara olsun qonağa qılınc çəkdiyin üçün. Yüzün qara olsun. İbn Əqil, bu hərəkətinlə Əmin Əlinin başını aşağı saldın. Əli, namərcəsinə, düşməninə qılınc çəkməzdi, yox. Əli heç qatilini belə öldürmədi. Su! Mənə bir qurtum su verin, Əbasət!